Salam əziz Xudafı Bağçılıq səhifəsinin dəyərli üzvləri, hər birinizə salamlayıram və part 3 son axırıncı videomu paylaşıram sizinlə. Gördüyünüz kimi artıq budanmayan bağı göstərdim. Dalınca isə budanma işi və şaxın yığılması, macunun sürtülməsi. İndi isə gövdələrin ağardılmasını çəkirik. Gördüyünüz kimi əhənglə bordon qarışığı gövdələrə tətbiq olunur və ağacın kəsim hissəsinəcən, yəni belə deyək, ağacın formaya salınan hissəsinəcən vurulur. Gördüyünüz kimi qardaş əziyyət çəkib işləyir. Hər biriniz görürsünüz. Ardıcıl şəkildə çəkib paylaşdım ki, ümumi nəticəni sizə göstərim. Hər biriniz görəsiniz. Bax, ümumi şəkildə bu istiqamətlə vurulur. Hazırlanmağını göstərmişəm sizə. Qatqını. Bax, gördüyünüz bu şəkildə tam vuruldu. Bu arada əhənglə qarışığı istifadə olundu. Allah işin xeyirli uğurlu eləsin inşallah. Və bu isə bağın son nəticəsidir. Budama olundu, şaxlar təmizləndi, gövdələr ağardıldı və nəticə ilə bağlı hər kəs öz fikrini bildirə bilər. Allah hər birinizin bağına bərəkət versin. İnşallah yeni videolarla qarşınızdayım. Bağa aid bütün xidmətlər, aqroqulluqlar, Xudafı Bağçılıqda bir nömrəmiz var. Əlaqə saxlaya bilərsiniz.